Oktyabırda daryanın ortasında səfərə hansı adrenalin düşkünləri düşər? Başı batmışlar, yerindən duran travel bloker olub. Hər saniyə daryada batmay varkən neynirəm sakit Avropa, Maldivləri gəzməyi. Gör necə tıxır Almanı. Mənim içalatım ağzımdan çıxmışdı qıza orada. Bu yaşımda kəndir bağlamayı öyrənib Chris Tapor Kalum kimi yelkənli qayıqla Amerika kəşf etməyə gedəcəyəm. Bu da Robinson Crusoe'lar Lənkəran brakonyerlərin rezin lotkasında Yunan adasına şam yeməyinə gəlirlər. Romantik başda yerə soxum elə. Adadan adaya doğuşan kimi atlanırlar. 7 gün ərzində Yunanların 10 əsr boyu tikdiyi sivilizasiyaya baxacaqlar. Ada baxmaya bir şey olsa dərdiyarı, təpənin üstündə sınıq salxaq kümələrin damları nə qədər gözümüzə soxmaq olar. Getdiyi ölkələrdə nə zıqqım zəhər, ilan qurbağa, eybəcər həşəratlar varsa hamısı yeyilir. Axırda da rumkalarla çoxqullaşmayı bizə göstərməsələr dünya dağılar. Telefon əllərinə yapışıb icazə versəydi tualetə məni başlayın gedəndə də çəkərdilər. Öl canın çıxsın, qəsturkada kofe bişirirsən siqanər kimi. Gedərdin adam kimi Avropanın göbəyində kafedə çəkərdin bahalı kofeni. Cəmaət də Google-də vurardı adın. Menüyə baxıb görərdin nə bahalı yerdə yeyib içibsən. Samballı primum xurcundan şəkərbura paxlava alıb töküb Amerikanlı dostlarının boğazına. Larta lurt qəsturkada bişən kofe ilə. İndi hə, Novigod, Christmas, Santa Claus, səyahət videoları ton kimi üstümüzdən keçəcəklər. Hazırlaşın cəmaət. Yaxşıdır indidən pozladım bu travel brokerləri.